Salam, bugünkü bölməmiz yerin daxili quruluşu, yer qabığını təşkil edən suxur və minerallardır. Birinci sualdan başlayaq. Maqmatik suxurlar yaranırlar. A variantı maqmanın yer qabığında və səthdə soyuması nəticəsində. Deməli, burada birinci sualda doğru cavab olacaq A variantı. Digər variantlar niyə olmaz? Üzvü maddələrin daşlaşması nəticəsində üzvü maddələrdən daha çox üzvü mənşəli çökmə suxurlar yaranır. Yüksək temperatur təzyiq altında suxurların dəyişməsi, burada metamorfik suxurlar yaranır. Suxurların aşınaraq okeanlarda və quruda çökməsi nəticəsində çökmə suxurlar yaranır. Suda müxtəlif kimyəvi maddələrin həll olması nəticəsində kimyəvi çökmə suxurlar yaranır. Doğru cavab olur A variantı. Birinci sualın cavabı A variantı. İkinci sual, suxurların nisbi yaşını necə müəyyən edirlər? Suxurların mütləq və nisbi yaşı var. Mütləq yaş radioaktiv maddələrin parçalanmasına əsasən, nisbi yaş isə suxurların yatım ardıcılığı və daşlaşmış bitki heyvan qalıqlarına əsasən. Burada doğru cavab olacaq daşlaşmış bitki heyvan qalıqları və suxurların yatım ardıcılığı. Üçüncü sual, Kars proseslərinin inkişaf etdiyi suxurlar. Kars prosesləri yeraltı suların fəaliyyətidir. Yeraltı suların yuma fəaliyyəti nəticəsində Kars mağaraları və Kars qıfları əmələ gəlir. Kars mağaraları və Kars qıfları kimyəvi mənşəli suxurlarda yaranır. Suda həll olan suxurlarda yaranır. Ona görə də biz üçüncü sualda suda həll olan suxurları götürməliyik. A variantında çıxırıq, qranit suda həll olmur. B variantında daş kömürü çıxırıq, qumu da çıxmaq lazımdır. C variantında bazalt çıxdıq, qum çıxdıq. D variantında travertin, kvarsit çıxdıq. Doğru cavab olacaq Y variantı. Kimyəvi mənşəli çökmə suxurlarda Kars prosesləri baş verir. Dördüncü sual. Maqmatizm maqmanın yer səthinə doğru hərəkəti ilə bağlı bütün proseslərin cəmidir. Doğru cavab A variantıdır. Yerin dərinliklərində litosferin yuxarı mantiyanın yuxarı hissəsində astronosfer təbəqəsində ərimiş maddələr maqma adlanır. Maqmanın hərəkəti adlanır maqmatizm. Çölə çıxıb vulkan püskürürsə vulkanizm. Bərk suxurların yer səthinə çıxması da bu cavab olmayacaq. Yer səthində ani titrəyiş bu zəlzələdir. Dağların endogen qüvvələrin təsirlə yenidən qalxmasıdır. Bu dağ əmələ gəlmə prosesidir. Maqmanın yerin daxilində soyuyub metamorfizləşməsidir. Metamorfizləşmə artıq dəyişmə deməkdir. Burada metamorfiz suxurlar yaranır. Bu da doğru cavab deyil. Doğru cavab A variantı. Beşinci sual. Qeyri-üzvü qeyri-üzvü çökmə suxurlara aiddir. Burada biz e, üzvü mənşəli suxurları A variantında üzvü mənşəli suxurları çıxacaq. Məsələn, daş kömür üzvü mənşəli suxurdur. Bunu çıxırıq. Qranit maqmatik suxurdur. B variantında almaz metamorfik suxurdur. Qrafit metamorfik suxurdur. C variantı doğru cavabdır. D variantında gips, xörək duzu, neft və apatiti nefti çıxırıq. Y variantında apatitə çıxmalıyıq. Y variantında torf, qum, çay daşı, qonur kömür, torf və qonur kömürü çıxırıq. Doğru cavab olur C variantı. Qum, çay daşı, gil, çınqıl bunlar qırıntı mənşəli, qeyri-üzv mənşəli çökmə suxurlara aiddir. Çökmə mənşəli faydalı qazıntılar əsasən maqmatik suxurlarda filizlər, çökmə suxurlarda isə qeyri-filizlər və yanacaqlar yayılır. Altıncı sualda çökmə mənşəli faydalı qazıntılar deyirsə, biz bunlardan A variantından dəmir filizini çıxırıq, filizi çıxmalıyıq. C variantından metal filizlərini çıxırıq. Qneys çökmə mənşəli deyil. D variantında alniti çıxırıq. Pemza maqmatik suxurlarda yaranıb, maqmatik suxurdur. Y variantında mis və dəmir filizini çıxırıq. Doğru cavab olacaq B variantı. Neft, əhəng daşı və fosforit bunlar çökmə mənşəli faydalı qazıntılardır. 7.
Faydalı qazıntı yataqlarının yerləşməsi asılıdır. Ümumiyyətlə, faydalı qazıntılar ərazinin yaşı və geoloji quruluşu ilə bağlıdır. Yəni, suxurlarla və ərazinin yaşı ilə bağlıdır daha çox. Ərazinin iqlim şəraiti müəyyən təsir edə bilər, amma çox cüzi, bilavasitə təsir yoxdur. Suxurların qalınlığını çıxırıq. Ərazinin mənimsənilmə dərəcəsi insanlar tərəfindən mənimsənilmədən gedir söhbət. Bunun suxurların, faydalı qazıntıların yerləşməsinə heç bir aidiyyəti yoxdur. Ərazinin seysmiklik dərəcəsi bunun da faydalı qazıntıların paylanması ilə çox cüzi əlaqəsi ola bilər. Deməli, doğru cavab olur C variantı. Ərazinin geoloji quruluşu deyərkən suxurların yatımı olsun, suxurların mənşəyi olsun, ərazinin yaşı olsun, bunlar nəzərdə tutulur. C variantı doğru cavabdır. 8-ci sual. Çökmə, maqmatik və metamorfik mənşəli suxurların ardıcıl verildiyi sıranı müəyyən edin. Burada biz ardıcıllığa fikir verməliyik. Birincisi çökmə, ikincisi maqmatik, üçüncüsü metamorfik olmalıdır. A variantında bazalt maqmatik çökmə mənşəli deyil, maqmatik mənşəlidir. Ona görə A variantını silirik. B variantında əhəng daşı çökmə, bazalt maqmatik, mərmər metamorfik. B variantı doğru cavabdır. C variantında çay daşı çökmədir, gil də çökmədir. Yəni maqmatik deyil, almaz metamorfikdir. D variantında qum çökmə, tabaşir, bu da çökmə suxurdur, üzü mənşəli. Qneys metamorfikdir. Y variantında torf çökmə mənşəlidir, qum daşı çökmə mənşəlidir, qranit isə maqmatik mənşəlidir. Ona görə doğru cavab olacaq B variantı. 9-cu sual. Müvafiq olaraq qırıntı, kimyəvi, üzü mənşəli suxurları müəyyən edin. Burada da yenə də ardıcıllığa fikir vermək lazımdır. İlk olaraq qırıntı olmalıdır, sonra kimyəvi və sonunda üzü mənşəli. A variantında mərmər metamorfik suxurdur. A variantını çıxırıq. B variantında kalium duzu. Duzlar kimyəvi suxurlardır, qırıntı deyil. Bunu da çıxırıq. C variantında bazalt maqmatik suxurdur. Bunu çıxırıq. D variantında çınqıl qırıntıdır. Gips kimyəvi suxurdur. Qum daşı üzü mənşəli deyil. Bunu da çıxırıq. Y variantında çınqıl qırıntı, xörək duzu kimyəvi, daş kömür üzü mənşəli. Y variantı doğrudur. 10-cu sual. Kars proseslərinin intensiv inkişaf etdiyi suxurlar. Kars prosesi yeraltı suları yuma fəaliyyətidir. Nəticədə Kars mağaraları və Kars qıfları əmələ gəlir. Kars prosesləri kimyəvi suxurlarda, yəni suda həll olan suxurlarda baş verir əsasən. Ona görə A variantından almaz və qrafiti çıxırıq. Bunlar metamorfikdir. B variantında qum, kvarsiti çıxırıq. Suda həll olmur. C variantında bazalt çıxırıq. D variantında travertin, mərməri çıxmaq lazımdır. Y variantı doğru cavabdır. Əhəng daşı, gips, dolomit bunlar suda asan həll olan suxurlardır. Onda Y variantı doğru cavabdır. 11-ci sual. Metamorfik suxurların yaranmasının səbəbi. Metamorfik suxurlar yüksək temperatur və təzyiq nəticəsində maqmatik və çökmə suxurların çevrilməsindən yaranır. Metamorfoz çevrilmə deməkdir. Yüksək temperatur və təzyiq nəticəsində digər suxurların çevrilməsindən yaranır. 11-də doğru cavab Y variantı. 12-ci sual. Kimyəvi çökmə suxurlar əmələ gəlirlər. Daş, kömür və torfun kipləşməsindən bu olmayacaq. Bunlar üzü mənşəli suxurlardır. Bazaltın parçalanmasından bazalt metamorfik suxurlardır. Neft və qazın daha çox istifadəsindən bunun heç bir aidiyyəti yoxdur. D variantında suda həll olan maddələrin çökməsindən bu doğru cavabdır. Kimyəvi çökmə suxurlar suda həll olan maddələrin çökməsindən yaranır. Kimyəvi çökmə suxurlar suda rahat həll olan suxurlardır. Y variantında maqmatik suxurların metamorfikləşməsi, yəni çevrilməsindən daha çox metamorfik suxurlar yaranır. Doğru cavab olacaq D variantı. 13-cü sual. Qədim dağlıq ərazilərdə zəngin filiz faydalı qazıntı ehtiyatlarının olmaları əlaqədardır. Niyə qədim dağlıq ərazidə zəngin filiz faydalı qazıntı ehtiyatlarını çoxdur? Onu soruşur bizdən. Ümumiyyətlə,
Filiz faydalı qazıntı adı gələrsə, biz daha çox maqmatik suxurları düşünürük. Qeyri-filiz adı gələrsə, daha çox çökmə suxurları düşünürük. Daha qalın çökmə suxurlarla örtülü olması, çökmə suxurlar olmayacaq, dağlıq ərazilərdə də çökmə suxurlar çox olmur. Müasir vulkanizm proseslərinin intensivliyi ilə qədim dağlar dediyi üçün burada müasir vulkanizm də ola bilməz. Akkumulasiya prosesləri düzən ərazilərdə çox gedir. Düzən ərazilərə məxsusdur. C variantını da çıxırıq. Y variantında yeni tektonik təsirə daha. Yeni tektonik deyirsə, bu qədim dağlar ola bilməz. Bunu da çıxırıq. D variantı doğru cavabdır. Aşınma nəticəsində kristallik maqmatik suxurların səthə çıxması. Qədim dağlıq ərazilərdə və yaylalarda kristallik bünövrə yer səthinə yaxın olur. Bəzi yerlərdə yer səthinə çıxır. Kristallik bünövrə də daha çox maqmatik suxurlardan təşkil olunduğu üçün ona görə orada filiz faydalı qazıntılar çox olur. 14-cü sual. Sxemə əsasən rəqəmlərə uyğun gələn suxur növlərini müəyyən edin. Bir aşağıda, 2 isə yuxarıdadır. 2-nin olduğu yerə biz baxsaq, ikinci yerə baxsaq, görərik ki, çökə ərazidə toplanıb. Çökə ərazilərdə və üstə toplanan suxurlar çökmə mənşəli suxurlardır əsasən. Digər suxurlar heç yoxdur, onu deyə bilmərik, amma əsasən uyğun gələn çökmə mənşəli suxurlardır. Çökmə mənşəli suxurlar yer səthində toplanır, xüsusilə də çökə ərazilərdə. Aşağıda olan isə çökmə mənşəli suxurlardan aşağıda isə maqmatik və metamorfik suxurlar toplanır. Qranit, bazalt və digər maqmatik metamorfik suxurları deyə bilərik. Deməli, 1-də olacaq maqmatik və metamorfik, 2-də olacaq çökmə suxurlar. D variantı doğru cavabdır. 15-ci sualda sxemdə suxur laylarının hansı yatım forması göstərilmişdir? Burada baxırıq ki, qırışıqlar verilib. Çökən hissələr sinklinal, qalxan hissələr isə antiklinaldır. B variantı doğru cavabdır. Horst graben sınmalardır, horslar sınmalardır. Bu şəkildə qalxma və enmələrdir. Qrabenlər və horslar. Hors və qrabenlər sınma zonalarında olur. Burada A variantında hors qrabeni çıxırıq. Sonra C variantında epicenter, hipocenter zəlzələnin yerüstü və yeraltı mərkəzidir. Burada qalxma və enmələrdən söhbət getmir. D variantında tektonik çatlar daha çox qrabenlərdən söhbət gedir, hors və qrabenlərdən. Bu da olmayacaq. Y variantında qraben və fay olmaz. Doğru cavab olur B variantı. 16 maqmatik mənşəlidir. Biz bilirik ki, maqmatik mənşəli faydalı qazıntılar filizlərdir. Biz burada filizləri götürməliyik, yəni metal. Filiz nədir? Tərkibində metal olanlar. B variantında gili çıxırıq, qraniti çıxırıq. C variantında qranit maqmatik mənşəli suxurdur. Yəni qraniti çıxmaya bilərik. Amma faydalı qazıntıdan gedirsə söhbət, ona görə qranitə çıxırıq. Burada qranitin üstündən xətt çəkirəm yenidən. Yəni qranit maqmatik mənşəlidir. Biz burada gili çıxmalıyıq əsasən. C variantında qum, kvarsit bunları çıxırıq. D variantında əhəng daşı, tabaşir, gips bunlar üçü də çökmə mənşəli suxurdur. Y variantında qneis metamorfikdir. Mərmər də metamorfikdir. Doğru cavab olacaq A variantı. Dəmir, mis, nikel üçü də filizdir. Maqmatik mənşəlidir. Yəni maqmatik suxurlarda yaranır. 17-ci sual. Litosferi əmələ gətirən təbəqələr. Litosfer deyərkən yer qabığı və mantianın üst bərk hissəsi. Yer qabığı və mantianın üst bərk hissəsi. Əslində bu sualda üst mantia yazmaq da yanlış bir ifadədir. Burada doğru cavab D variantı olsa da nüvə və aşağı mantia ola bilməz. Litosferi əmələ gətirən təbəqələr deyərkən yer qabığı və mantianın üst hissəsi. Çünki üst mantia deyərkən təxminən 1000 kilometrlik qatdan gedir söhbət. Hamısı litosferə aid deyil. Mantianın üst bərk hissəsi, astronosferdən daha yuxarıda yerləşən təbəqə. D variantı 17-də D variantı doğru cavabdır. 18. Yerin nüvəsində hansı elementlər üstünlük təşkil edir?
Yerin nüvəsində daha çox ağır metallar üstünlük təşkil edir. Yer kürəsi yaranan zaman yüngül metallar yer qabığında toplanıb, ağır metallar isə nüvədə toplanıb. Deməli, biz burada 3 dəmiri götürəcəyik, nikeli götürəcəyik. Bir də ki, yerin daxilində nüvədə radioaktiv maddələr çoxdur. Uran, plutonium, radium, onun e, nüvənin də daha çox isti olmasının səbəbi budur. D variantı doğru cavabdır. Burada silisium və maqnezium daha çox yer qabığında toplanıb. Ona görə də doğru cavab olacaq 3, 4, 6 D variantı. 19. Filiz faydalı qazıntıların verildiyi sıranı müəyyən edin. Filizlər deyərkən metallar nəzərdə tutulur. A variantından daş kömürü çıxırıq, daş duzu çıxırıq daha doğrusu, yanar şişə çıxırıq. Bunlar çökmə mənşəlidir. B variantında əhəng daşı və gipsi çıxırıq. Bunlar da çökmə mənşəlidir. C variantı doğru cavabdır. D variantında gips və nefti çıxırıq, çökmə mənşəlidir. Y variantında xörək duzu və təbii qazı çıxırıq. Bunlar çökmə mənşəlidir. Doğru cavab C variantı, dəmir, mis və polimetal. 20-ci sual. Yanlış bəndi müəyyən edin. Faydalı qazıntılar bir tərəfdə yanar, digər tərəfdə filiz. Yəni biz 1, 2, 3-ə yanar faydalı qazıntılar seçməliyik. 4, 5-ə isə filiz faydalı qazıntılar seçməliyik. Burada cavablara baxaq. Bizdən yanlış cavabı istəyir. 4 boksit, bəli, filizdir. B variantında 3 torf, bəli, yanacaqdır. C variantında 1 daş kömür, o da yanacaqdır. D variantında 2 əhəng daşı. Əhəng daşı çökmə mənşəli olsa da, amma bu yanacaq deyil. D variantı yanlış cavabdır. D variantını götürürük. 21. Sxemə əsasən suxurların yatım ardıcılığına görə nisbi yaşının azalan sırasını müəyyən edin. Deməli, suxurların nisbi yaşı bu şəkildədir. Yer səthindən yerin dərinliklərinə doğru getdikcə suxurların nisbi yaşı artır. Yəni biz bu şəkildə, bu sxemdə qum, baxsaq ki, qum ən üstdə yerləşir. Bura bir yer səthi yazaq. Qum ən üstdə yerləşir. Deməli, burada ən cavan qum olacaq. Ən aşağıda yerləşən kvarsitdir. Ən qədim isə bu olacaq. Bizə deyir ki, nisbi yaşın azalan sırası. Azalan sırası deyirsə, kvarsitdən quma doğru getməliyik biz. Yəni ardıcıllıq bu şəkildə olmalıdır. Kvarsit, qranit, gil və qum. Kvarsitlə başlayıb qumla bitməlidir. Baxaq görək hansı cavab olur. Kvarsitlə başlayıb gillə bitən olur C variantı. Doğru cavab olacaq C variantı. 22-ci sual. Uyğun bəndi müəyyən edin. Burada biz baxırıq ki, burada bir çevrilmələrdən söhbət gedir. Çünki burada Guinness yazıbsa, onun qarşısına 2 qoyubsa, deməli burada bir çevrilmələr var. Gil, gillik hissə çevrilir. Gillik his metamorfikdir. Guinness nədən əmələ gəlib? 2 də onu soruşur. Guinness qranitdən əmələ gəlib. 2 qranit olmalıdır. Əhəng daşı nəyə çevrilib? Əhəng daşı mərmərə çevrilib. Deməli, 1 olmalıdır gillik hist, 2 olmalıdır qranit, 3 olmalıdır mərmər. D variantı doğru cavabdır. 23-cü sual. Suxurlarla bağlı uyğunluğu müəyyən edin. Kimyəvi, qırıntı və üzvü. Kimyəvi suxurlara aid olacaq buradan biz əzbər biliriksə. Daş duz, 3 və gips. 2, 3 bunlar kimyəvi suxur. Qırıntı mənşəli suxurlar qum, gil, çay daşı, çınqıl. Buradan qırıntıya aid olacaq 1 və 4. Üzvü mənşəli suxurlar, neft, qaz, yanacaqlar, bundan başqa e, əhəng daşı, fosforit və s. Deməli, üzvü mənşəli suxurlara aid olacaq 5 və 6. Deməli, doğru cavab olur 1-ə 2, 3, 2-yə 1, 4, 3-ə 5, 6. B variantı doğru cavabdır. 24-cü sual. Efuzif mənşəli maqmatik suxurların əmələ gəldiyi şərait. Deməli, maqmatik suxurlar iki yerə ayrılır. Efuzif və intruzif. Efuzif suxurlar püskürülmüş suxurlardır.
Yəni vulkan püskürməsi nəticəsində əmələ gəlir. Maqma yer səthinə çıxıb soyuyursa, efuziv sıxır əmələ gəlir. Maqma yerin dərinliklərində soyuyursa, çölə çıxmadan, bu zaman intruziv suxurlar əmələ gəlir. Əgər bizdən efuziv suxur soruşursa, məsələn, efuziv suxurlara nələr aiddir? Bazaltdır, pemzadır, vulkan külüdür və s. Deməli, burada olacaq vulkan püskürməsi zaman lavanın səthə çıxması. Əgər dərinliklərdə soyuyardısa, bax, məsələn, A variantında maqmanın yer səthinə çatmamış soyması, bu artıq maqmatik intruziv suxur deməkdir. Ona görə də doğru cavab olacaq Y variantı. 25. Suxurların mütləq yaşı necə təyin olunur? Suxurların iki cür yaşı təyin olunur: nisbi yaş və mütləq yaş. Nisbi yaş suxurların yatım arıcılığına və daşlaşmış bitki heyvan qalıqlarına əsasən, mütləq yaş isə radioaktiv maddələrin parçalanmasına əsasən müəyyən olunur. Biz burada suxurların tərkibindəki radioaktiv elementlərin parçalanma müddətini doğru cavab olaraq götürəcəyik. B variantı doğru cavabdır. 26. Cənubi Afrikanın filiz mənşəli faydalı qazıntıları ilə zəngin olmasının səbəbi. Faydalı qazıntıların yerləşməsi əsasən ərazinin geoloji quruluşu ilə bağlıdır. Suxurların yaşı, mənşəyi burada önəmli rola malikdir. Əgər filiz faydalı qazıntı deyilsə, biz maqmatik suxurlar düşünməliyik. B variantında ərazinin iqlim qurşağının faydalı qazıntıların yerləşməsinə bilavasitə təsiri yoxdur. Çökmə suxurlarda filizlər olmur. Cavan dağlar Afrikanın cənubunda Kap əjdaha dağları var, ikisi də qədimdir. Cənubi Afrikada fəaliyyətdə olan vulkan yoxdur. Doğru cavab olacaq A variantı. 26 A variantı. 27. Şimali Afrikanın neft, qaz və fosforit yataqlarla zəngin olmasının səbəbi, burada görürük ki, neft, qaz və fosforit bunlar çökmə mənşəli suxurlardır. Filiz deyirlər. Filiz deyilsə, yanacaqdırsa, kimyəvi mənşəli suxurdursa, e, üzü mənşəli suxurdursa, biz burada çökmə suxurları düşünməliyik. Şimali Afrikada qədim dağlıq ərazilər deyil. Metamorfik suxurlarda bunlar yaranmır. Cavan dağların mövcudluğu dağlıq ərazilərdə əsasən filizlər olur. Kristalli suxurların səthə çıxdığı yerlərdə daha çox filizlər olur. Doğru cavab olacaq A variantı. 28. Göstərilmiş məntəqələrdən hansında fiziki aşınma daha zəif müşahidə olunar? Fiziki aşınma isti və quraq ərazilərdə daha çox müşahidə olunur. Yəni biz səhraları buradan çıxacağıq. Bizə deyir ki, zəif müşahidə olunur. 1. Səhralıq ərazi Turan ovalığı, 3. Böyük səhra Liviya səhrası o əraziyə düşür. 2 də Avstraliyanın mərkəzi hissələri səhradır. Zəif müşahidə olunan yerlər yağıntının çox olduğu yerlər olacaq. 4, 5, 6 ekvatoral enliklərə düşür. Ekvatoral enliklərdə yağıntının miqdarı az olduğu üçün orada fiziki aşınma az olur. Orada kimyəvi aşınma daha üstündür. 29-da göstərilən məntəqələrin hansında intensiv fiziki aşınma müşahidə olunur? Bu dəfə biz səhraları götürməliyik. Yəni ekvatoral enliklərə yağıntı çox yağır, onları çıxmalıyıq. Doğru cavab olacaq 1, 3 və 2. 1, 2, 3. Doğru cavab A variantı. 30-cu sualda cədvələ əsasən suxurların mənşəyinə görə düzgün verilmədiyi sıranı müəyyən edin. Qırıntı çökmə, çay daşı, qum, çınqıl bu doğrudur. Biri çıxırıq. Kimyəvi çökmə, gips, xörək duzu, dolomit bu da doğrudur. Üzvü çökmə, torf, neft, təbii qaz, yanacaqlar, üzvü mənşəli çökmə suxur bu da doğrudur. Metamorfik, kvarsit, qneys, almaz bu da doğrudur. İntruziv maqmatik, qranit bu doğrudur, qranit. Amma pemza və bazalt hər ikisi maqmatik suxur olsa da onlar efuziv mənşəlidir, intruziv mənşəli deyil. Deməli, burada 5 cavabı yanlışdır. 30 B variantı. 31. Düzgün verilmiş səbəb-nəticə əlaqələrini müəyyən edin. Yerin daxilində radioaktiv elementlər parçalanır, yüksək temperatur şəraiti yaranır. Bu doğrudur. Bizdən də düzgünləri istəyir.
Biri götürürük. Yüksək temperatur nəticəsində qum daşı əriyib mərmərə çevrilir. Qum daşı kvarsitə çevrilir. Mərmər isə e, əhəng daşından əmələ gəlir. İkini çıxırıq. Astronosfer üzərində maddələrin yer dəyişməsi baş verir, litosfer tavalarının hərəkətinə səbəb olur. Bəli, litosfer tavalarının hərəkət etmə səbəbi astronosferdə maddələrin yer dəyişməsidir. 3 doğrudur. Qranit qatı formalaşmamışdır. Okean yer qabığı daha nazikdir. Deməli, okeanlarda yer qabığının daha nazik olmasının səbəbi, bəli, qranit qatının olmamasıdır. 4 doğrudur. Yer qabığı və üst mantia birləşir, daha hərəkətli astronosfer qatır. Yer qabığı ilə mantiyanın üst bərk hissəsi birlikdə litosfer adlanır. Astronosfer deyil, 5 yanlışdır. Arxeyn və proterozoy eralarında canlı orqanizmlər aşkarlanmamışdır. Bəli, aşkarlanmamışdır, amma fanerozoy eonuna aid deyil bu. Arxeyn və proterozoy kriptozoy eonuna aiddir. Yəni 31-ci sualda doğru cavab olacaq 1, 3, 4. 1, 3, 4 doğru cavabdır. 32-ci sual. Doğru fikirləri müəyyən edin. Mezozoy erası Paleozoydan cavan olsa da davam etmə müddəti daha çox olmuşdur. Paleozoy erasının davam etmə müddəti daha çoxdur. Biri çıxırıq. İlkin neft yataqları Proterozoyda yaranmışdır. İlk yanacaq neft yataqları, ümumiyyətlə ilk yanacaqlar Paleozoy erasında yaranmışdır. İkini də çıxırıq. Böyük Xinqan və Kap dağları Paleozoy erasında yaranmışdır. Bu doğru cavabdır. Şərqi Afrika yaylası fəal seysmikliyi ilə seçilir. Bəli, Şərqi Afrika yaylasında Kilimanjaro, Karisimbi kimi fəaliyyətdə olan vulkanlar var. 4'ü götürürük. Cavan platformalar, cavan platformalar Kaynazoy erasında yaranmışdır. Cavan platformalar Kaynazoy erasında yaranmayıb. Cavan platformalar Paleozoy erasında yaranıb. Cavan platformalar Kaynazoyda yaranmayıb. Atırıq bunu. Avstraliya platformasının əyilmə zonalarında kristalli bünövrə çox dərində yerləşir. Kristalli bünövrə çox dərində yerləşir. Bəli, qalxma zonalarında kristalli bünövrə yer səthinə yaxındır. Amma əyilmə zonalarında kristalli bünövrə daha dərində yerləşir. Ona görə doğru cavab olacaq 32-də 3, 4 və 6. 3, 4, 6 doğru cavabdır. 33-cü sual. Cədvələ əsasən uyğun sıraları müəyyən edin. Deməli, biraz böyüdək. Sakit okean tavasının subduksiya zonaları zəlzələlərin tez-tez baş verməsi və vulkanizm fəallığı ilə fərqlənir. Bəli, ümumiyyətlə havaların toqquşma zonasında e, fəal zəlzələ yerləridir. Sakit okeanın subduksiya zonalarında da vulkanizm var. Bir doğrudur. Platformalar daxili quruluşuna görə iki qatdan ibarətdir. Bəli, platforma örtüyü və kristallit bünövrə. İkini atırıq. Bu səhv yanlışdır. Yanlış yazıb bura, ona görə atırıq. Böyük su ayırıcı dağlar geoloji yaşına görə Şərqi Avropa platformasından daha cavandır. Deməli, e, Şərqi Avropa platforması qədim platformadır. Qədim platformalar arxey və proterozoy eralarında formalaşıb. Arxey və proterozoy eraları. Ona görə, ona görə bu doğrudur. Böyük su ayrıcı Paleozoy yaşlıdır. Şərqi Avropa isə arxey proterozoy yaşlıdır. Bura yanlış yox, doğru olmalıydı. Ona görə 3'ü də atırıq. Şimali Amerika litosfer tavası Avrasiya litosfer tavası ilə divergent zonadadır. Bəli, Şimali Amerika ilə Atlantik okeanın içərisində Avrasiyanın ayrılma zonası var, divergent zonası. İslandiya, Azur adaları həmin zonada əmələ gəlir. 4 doğrudur.
Deməli, burada bir doğruydu, 4 doğruydu. Bir də 5'e baxaq. Vulkanik lava sıyıq olduqda ətraf ərazilərə yayılır, yamacları örtür, çökəklərə doğru. Bu da doğru cavabdır. 1, 4, 5, 1, 4, 5 doğru cavabdır. Baxaq görək. 1, 4, 5. Şimali və Cənubi Amerika litosfer tavaları Şimali və Cənubi Amerika litosfer tavaları qərb istiqamətində hərəkət edir. Şimali və Cənubi Amerika litosfer tavaları hər ikisi Sakit Okeanla toqquşma sərhədinə, yəni subduksiya zonasına malikdir. Bəli, qərb istiqamətinə hərəkət edir. Yanlış yazdıq burada, doğru olmalıydı. Doğru cavab olur 1, 4, 5. 34-cü sualda geotermik pillənin kiçik olduğu ərazilər, pillənin böyük olduğu ərazilər. Geotermik pillənin kiçik olduğu ərazilər deyərkən fəal zonalar, cavan ərazilər götürürük. Geosignal ərazilər götürürük. Pillənin böyük olduğu yerlər deyərkən qədim ərazilər götürürük. Çünki geotermik pillə kiçik olan ərazilər əsasən vulkan olan ərazilərə düşür, intensiv ərazilərə, zəlzələ zonalarına düşür. Ona görə onlarda geotermik pillə kiçik olur. Birə aid olacaq burada cavan ərazilər B, C və Y. 1-ə B, C, Y. 2-yə aid olacaq qədim ərazilər La Plata ovalığı və Orta Sibir. Hər ikisi platforma ərazilərdir, qədim platforma ərazilərdir. A ilə D. 1-ə B, C, Y, 2-yə A ilə D. 35-ci sual. Uyğunluğu müəyyən edin. Kimyəvi çökmə süxurlar, efuziv maqmatik süxurlar, metamorfik süxurlar. Kimyəvi çökmə süxurlara burada aid olacaq B, xörək duzu və gips. Efuziv maqmatik süxurlara aid olacaq C, bazalt və vulkan şüşəsi. Metamorfik süxurlara aid olacaq burada D və Y. D və Y. Almaz, qniz, kvarsit, mərmər. A variantı heç birinə uyğun gəlmir. Çünki qranit maqmatik mənşəli süxurdur. Qneys isə metamorfik süxurdur. Heç birinə uyğun gəlmir. Doğru cavab 1-ə B, 2-yə C, 3-ə A, 3-ə isə D və Y. 3-ə və D və Y.